bugün sizə gərginlik baş ağrılarından danışacağım. Bir çox insanlar özlərində bu ağrı tipini yadlarına düşəcək və biləcəklər ki, bəli, mən də məhz bu ağrılardan keçirtmişəm və yaxud da ki, keçirdirəm. Amma bugünkü problemin, bugünkü mövzumuzun əsas məqsədi ondan ibarətdir ki, mən sizə bu ağrılarla mübarizə, daha ev şəraitində, daha sadə üsullarla mübarizə üsullarını sizə izah edəcəyəm. Yaxşı, bəs gərginlik baş ağrısı nədir və necə özünü büruzə verir? Gərginlik baş ağrısı insanda əsasən alın nahiyəsində, təpə nahiyəsində ağrılarla xarakterizə edilir və insan bizim yanımıza gələndə pasiyentlər çox vaxt belə bildirirlər. Doktor, alnım sıxılır, təpəm sıxılır və bu ağrılar çox vaxt bilateral olur, yəni iki tərəfli. İnsanlar bir tərəfli ağrıdan çox vaxt şikayət eləmirlər, çünki bir tərəfli ağrılar daha çox miqrenə xasdır. Doktor, alnımda və təpəmdə sıxılma var. Mənə elə gəlir ki, sanki kimsə bir kəndiri bağlayıb başıma və sıxır. İnsanlar başlarını masaj eləyəndə, sığallayanda bu ağrılar sanki biraz azalmış kimi hiss edirlər. Gərginlik baş ağrılarında ürək bulanma, qusma kimi əlamətlər görmürük. Bunu daha çox biz miqren ağrılarında görə bilirik. Və eyni zamanda gərginlik baş ağrılarında insanlar işıqdan və səsdən yüngül dərəcədə həssaslıq hiss eləyə bilərlər. Miqren və gərginlik baş ağrılarını insanlar çox vaxt qarışdırırlar və başı ağrıyan, alnı ağrıyan, sıxılan insanlar bizə bəzən müraciət eləyərək deyirlər ki, doktor, məndə düşünürəm ki, miqren ağrısı var, bəs başım belə ağrıyır. Amma sizə sadaladığım bu əlamətlər miqren deyil, gərginlik baş ağrısının əlamətidir. Gərginlik baş ağrısı dünyada rast gəlinən ən çox baş ağrı növüdür. Yəni, iki insandan biri bu baş ağrıdan əziyyət çəkə bilər. Nəyə görə? Çünki gərginlik baş ağrısının əsas səbəbi stressdir, xroniki yorğunluqdur. Və müasir, modern həyat tərzimizdə bu iki problem əlbəttə ki, bizim hər birimizdə gündəlik rastlaşdığımız problemdir. Yəni ki, xroniki stress və xroniki yorğunluqdan bizdə xroniki gərginlik baş ağrıları yaranır. Gərginlik baş ağrılarını biz nə vaxt adlandırırıq? Nə vaxt ki, insan 15 gündən çox ayda başı ağrıyır. Yəni, bu insanın gün aşırı, ən azından gün aşırı 2 gündən bir başı ağrıyırsa, bu xroniki artıq gərginlik baş ağrıdır. Və insanlar xroniki gərginlik baş ağrılarında demək olar ki, hər gün aşırı ağrı kəsici dərmanlar istifadə edirlər və nəticədə öz baş ağrılarını çevirirlər abuzus baş ağrılarına. Yəni, xəstəlik xroniki gərginlik ağrıdan çevrilir olur xroniki dərmandan asılı baş ağrılarına. Və məhz bu xəstələr bizim yanımıza qucaq-qucaq ağrı kəsicilərlə gəlirlər. Ona görə də bizim işimiz daha da çətinləşir və biz ilk növbədə pasiyenti o xroniki ağrı kəsici dərmanlardan azad etməli oluruq. Ondan sonra isə artıq onun xroniki gərginlik baş ağrısını müalicə etməli oluruq. Ona görə də diqqətli olun. Xəstəliyin yaranma səbəbi xroniki yorğunluq və xroniki depressiya, xroniki stress olduğuna görə əsas müalicə yolları, əsas bunu tənzimləmə yolları həyat tərzinin dəyişdirilməsidir. Deyəcəksiniz ki, doktor, necə eləyək? Stressdən necə azad olaq? Stress hər yerdədir. Bəli, stress hər yerdədir. Xüsusilə şəhər şəraitində, urban şəraitdə yaşayan insanlarda adi tıxaclardan tutmuş iş yerinə kimi hər yerdə stress var. Amma bununla mübarizə yollarını tapmalıyıq. Yəni, xroniki stresslə mübarizə yolu relaksasiyadır. Dincəlməyə mütləq şəkildə vaxt ayırmalıyıq. Və hər insan özünün dincəlmək üçün yolunu tapmalıdır. Biri musiqidə, biri idmanda, biri sadəcə gözünü yumub uzanıb, bütün telefon, planşet, digər bütün informasiya mənbələrini söndürməklə, həftə sonunda mütləq şəkildə özümüzə bu informasiya texnologiyalardan uzaqlaşdırıb vaxt verməliyik, dincəlməyə, təbiətdə olmalıyıq. Müəyyən su prosedurlarından qəbul etməliyik. Yəni, bu üsulların hamısı kömək eləyəcək ki, bu xroniki ağrılardan azad olaq. Relaksasiyanın digər üsulları idmandır, meditasiyadır. Məsələn, yoga, pilates, bunlar özləri çox gözəl üsullardır ki, biz bu xroniki ağrılardan azad olaq. Yox, əgər siz bu üsulları dəniyirsiniz, amma artıq siz çox ağrı kəsici qəbul edib asılı vəziyyətə düşmüsünüzsə, orada isə həkimlər sizə kömək çatacaq. Belə ki, biz nevroloqlar ilk növbədə sizdə xroniki stress və depressiya yaranıbsa, bunu müalicə eləyəcəyik, sizi sakitləşdirəcəyik,
Bundan sonra başınızda olan əzələlərin gərginliyini aradan qaldırmaq üçün xüsusi müasir metodikalardan, blokadalar, biopunkturalardan istifadə etməklə sizi bu xroniki vəziyyətdən çıxardıb, düzgün həyat tərzini başa salıb, bu ağrılardan tam azad olmağınız üçün sizə yol göstərəcəyik. Kanalımıza abunə olun. Bu cür çox maraqlı, daha sadə yolla mən sizə müəyyən bir xəstəliklərdə çıxış yolları, onların müasir müalicə taktikaları haqqında məlumat verəcəyim. Şərhlərdə suallarınızı yazıb, hansı xəstəlik, hansı problem haqqında məlumat almaq istəyirsinizsə, mütləq bildirin. Bunları biz mütləq şəkildə oxuyuruq və sizə bunlar haqqında qısa videolar çəkəcəyik.